Dəyərli izləyicilər, sizləri Bərdə Maşın Bazarından salamlayıram. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. Əmoğlu, xeyirli olsun. Çox sağ ol. Maşınımız Chevrolet. Chevrolet Lanus. Buyurun, məlumat verin bilək, necə maşındır? Chevrolet Lanus, yəni motor korobka ideal vəziyyətdədir. 2 ildir maşın məndədir. Motorun noldan yığdırmışam alanda. İl neçə idi? 2009 1.5 motor. Nə vaxtdan işlədirsiniz? 2 ildir məndədir. 2 ildir sizdədir. Sənədi nədir? Aformut etibarnamə. Aformut. Öz adınız adı. Pasportla öz adımadır. Alandan sonra xərciniz nə oldu? Motor yığdırdınız? Bəli. Motorun noldan yığdırmışam. Sonra qranatların dəyişmişəm, təkərlərini dəyişmişəm, arxa mazatı. 322 min göstərir maşınımız. Bəli. Yəqin ki, orijinaldır yoxsa? Yəqin ki, orijinaldır. İndi qabaqçı yiyəsi, məndən qabaqçı yiyəsi də sürüb. Motorda indi necədir vəziyyət? İndi super vəziyyətdədir motor. Yağ azaltmadır, səsdir. Heç bir şey. Kondisioner olan maşındır bunlar. Necə? Kondisioneri. Kondisioneri olub, məndən qabaqçı yiyəsi söküb götürüb o. Korobkası? Korobkası 5'li, mexanikadır. Problemi atma yox, yox, vurma yox, heç bir. Ön çəkən maşındır bu. Bəli. Qranatlar varmı? Necədir vəziyyəti? Bəli, qranat, iç qranat, çöl qranat hamısını dəyişmişəm. Səsi yoxdur, Peredokun səsi yoxdur. Heç bir problemi yoxdur. Zərrə qədər problem yoxdur. Təkərlər normaldır, elə? Tuzada, polunda, çərik, çürükdən söhbət gedəməz. Təkərlər yaxşıdır deyirəm. Təkərlərdəki 14'lü lasta təkərlərdir, Priora disklərdir. Sadə disklərləndir. Bəli. Kalpak qoyulubdur. Bəli. Altı necə? Çürüyü, pası? Heç bir şey. Altı da salamat. Dəyişilən də ki? Dəyişilən məndə heç nə olmayıb. Ümumiyyətcə belə bilmirsiniz? Xeyr, bakavinlər də hamısı sağ salamatdır, yerindədir. Kraska vurulmuş olar. Yəqin ki, indi bilmirəm da, mən alandan bu maşın məndədir, kraskaya ehtiyacı yoxdur. Yəni, maşın pasdan çürüyüdən də söhbət gedəməz. Şüşələri necə? Ön alın şüşəsində? Şüşədə bir dənə sağ tərəfdə var, yüngül. Başqa şitdir. Şitdə partlaq çatdaq yox. Şit yaxşı. Oturacaqlar çıxolludur. Çıxolludur, bəli. Yan aynalar düymə ilə. Dördü də yoxsa ancaq önlər? Dördü də. Dördü də düymə. İşləyirlərmi? İşləyirlərmi deyirəm? Bəli. Qiymət də dediniz neçə? Qiymət 5-6 deyirəm, real alıcıyı zəng eləsin danışaq. Real alıcı. Yəni bu maşında heç zərrə qədər problem yoxdur. Qapılar pul sistemi, 2 dənə də puldur. 5-ə vermək olarmı? Zəng eləsin danışaq. Əsas o da əlaqə saxla. Hansı rayondasınız? Hacıqabul rayonunun Muğan qəsəbəsindən. Uzaqda yol gəlmişsiniz qardaşım. İnşallah bugün satıb gedərsiniz. İnşallah. Əlaqə nömrəsi deyin. 050 386 46 53. Uğurlar bir daha. Çox sağ ol. Siz də sağ olun. Allah canınızı sağ eləsin. Dəyərli əmimiz oğlu gətiribdi özünün Cherry'dir. Elə bizim maşınımız. Cherry'nin nə gedir modeli? A13. Satmaq istəyirsiniz. 276 min. Maşınımızın da yürüyüşüdür. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınınız? Maşın normal maşındır. Kitayın maşınıdır. Çinin maşınıdır. İli neçədir? İli 2014'dür. Siz nə vaxtdan işlədirsiniz? 5 ildir. Aformut olunubdur yəqin ki. Öz adımdadır. Nə gözəl. Xərcləriniz nə olur? Hansı hissəsinə görə tez-tez üstüyə gedirsiniz? Nələr düzəltdirirsiniz? Valla tez-tez getmirəm, yalan deyərəm onu. Bu ikinci maşın kimi sürürəm bunu. Ekonomludur. Bu xadaboydur, sürülən detal xarab olar da. Motorun kubu neçədir bunlarda? 1.5, 1500. Benzin olur da bunlar? Benzin, mexanika. Nə vaxt yığdırdınız mühərriki? Mühərriyi yığdırmamışım, zavod. Əl dəyməyibdi hələ. Yox, yağ yeməsi də yoxdur. Yağ azaltma yox. Səs yaxşıdır. Səs qəşəng. Kondisioner var mı bunlarda? Var, işləyir. Yaxşı işləyir kondisioner. Lap əla. Korobkası mexanikadır, 5'dir. 5 skor. Atması, Yox. belə nəsə problemi yoxdur ki? Yox. Ön çəkir. Korobkada bir dəfə problemi olub ki, orada salnik olur. O da bütün bu maşınlarda xəstəlik kimidir o. Onu yağ da buraxırdım, yoxsa nə edirdim? Oradan yağ buraxırdı Feridiyə. Buxsavat edirdi. Başa düşdüm. Onu da dəyişdirmişəm, yəni bir ildən yuxarıdır. Ön çəkən maşındır. Ön çəkəndir. Qranatlarda vəziyyət necədir? Əladır. Ümumilikdə Peredok yaxşıdır. Çox qəşəng. Səs-küy yoxdur. Yox. Təkərlər normaldır. Yayda almışam. Keçən yayda. Altı necədir? Bir dənə çürüyü yoxdur. Harasa dağla, zədə yoxdur ümumilikdə. Yox. Olmasın. Dəyişilənlərini də deyin. Qapı, kril, kapot. O detal dəyişilməyib, kraskalanıb amma. Tam kraskası var maşınımızın.
hazırda kosmetik işi yoxdur ki. Yox, heç biri də bax özünüz görür. Aynalar təmizdirmi? Şüşələrdə qırıq Qabaq çat şüşədə yoxdur. çat var. Qabaq şüşədə var. Hansı hissəsində heç görə bilmirəm. Ha, yuxarıdan gedir. Amma elə bilirəm maneçiliyi yoxdur, hə? Heç bir. Sürəndə yəni heç bir maneçilik Yan yox. aynalarda da düymə görürəm. Dördündə də Bəli, işləyirlər. işləyir. Nə gözəl. İşti təmizdirmi? Qırıq çat yoxdur. Baxın da bax. Oturacaqlara çixollanıb. Çixollanıb. Parça salon olub, hə maşınınız? Bəli. Əlavə edək kim nə sualı olarsa sizlə əlaqə saxlaya bilər. Bəli. Əlaqə nömrənizi deyin. 050 753 19 35. Qiymətini də deyin də. 7500 deyirəm. 7-5-ə deyirsiniz. 7000-ə vermək olar. Olar. Hansı rayondasınız? Ucar. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, sağ ol, çox sağ ol. Mercedes Y-Class-da bu Yeşka deyirik. Yeşka, 124 kuzov. Buyurun, məlumat verin. Maşınımın ili 91-dir, 2-3 motordur, benzindir. Mexanik, 5 karofka. 91-in maşını. Siz nə vaxtdan işlədirsiniz? 4 ildir. Aformt olunub yəqin ki. Hə, öz adımızadır. Lap yaxşı. Yaxşı. Xərcləriniz nə olub? Alandan sonra xərciniz oldu mu? 4 dənə təzə təkər qoymuşam. Tex motor sığortası təzədir, fren çaşkası təzədir, pedalı təzə yığılıb. Motorun yağıdır, karofkan yağıdır. Maşının heç bir problemi yoxdur. Motorunu özün yığdırmamısınız? Yo, motoru nətər var elədir. Motorun kubu dediniz neçədir? 2-3 benzindir, mexanik. Benzin. Maşının da udarığı, vurğu, dəyişəni yox. Yağ azaltması nə qədərdir? Yo, yoxdur, heç bir şey yoxdur. Səsi də yaxşıdırmı? Yaxşıdır. Nə qədər yanacaq sərfiyyatı? Trasda 107 yarımdır, şəhərçi 8 litr, 9 litr belə. Kondisioner varmı? Yox, lüku var. Kondisioner yox. Karofkası mexanikadır. 5 karofka. Orada atmayı öyrənmiş ki Yox, bunlar. yox, yox. Diferin belə- səsi necə? Diferdə yox. səs yoxdur. Yox, yox. Yəni belə alan da sürüb yoxlayıb baxa bilər. Təbii ki, biz ilkin məlumatları veririk. Altı necədir? Polo. 6 yəni ürəyin istəyən kimdən, yəni dediyim kimi yenə də Çürük pas yoxdur ki. Heç bir şey yox. Peradokda səs-küy necə? Perador təzə yığmışam. Təkərlər yaxşıdırmı? Təkərlər təzə qoymuşam, fer çaşkasını təzə qoymuşam, akkumulyatorunu təzə qoymuşam. Nə bilim, yağıdır, zadı hamısını təzə dəyişmişəm. Dəyişilən nəsə varmı? Yox, yox. Qapı, kril, kapot. Heç bir şey dəyişmir. Kraska elə biləm təzəliklə vurulub, eləmi? Kraskalanıb amma belə yəni dəyişəni yox. Luk normal işləyirmi? Yaxşıdır. Təzə qoymuşam, lukla təzə qoymuşam. Qapıların arası da yəni öz kraskasıdır. Ha, hətta zavod kraskasından deyirsiniz. Qapıların arasıdır. Yəni hamısı öz kraskasıdır. Şüşələri yaxşıdırmı? Qırığı çatı yoxdur Yox, ki? heç bir şey yoxdur. Düymə ilə mi qalxır yan aynalar, yoxsa Hə, düymədir. önlər, yoxsa dördü də? Qabaqlar düymədir, arxalar ruskadır. Şitin üstü təmizdir elə biləm, yox Hə. bizədə. Yox, yaxşıdır. Bir dənə oturacaqlarda sürücü tərəfdə, Sürücü tərəfdə yan biraz tərəfində burasında, süzülmələr söküyü var, hə. yeyilmələr var. O da O bekara. birləri qəşəngdir. O birləri yaxşıdır. Maşınımızın içərisi də səliqəlidir. Hə. Qiymət neçə deyirsiniz? Qiymət 6,5 deyirəm. İndi 6500 ciddi də olan deyirsiniz. olsa, hə. 6-ya vermək olarmı? İndi fikri ciddi olan olsa razılaşarıq. Hansı rayondasınız? Bərdə rayon. Əlaqə nömrəniz? 070 545 1909. Adım Allah Nafiq. Allah xeyir versin. Sağ ol, qızım, sağ ol. Siz də sağ olun. Xeyirli olsun qardaş. Çox sağ ol, minnətdaram qardaş. Ford Fusion gedir, elə mi maşınınız? Bəli, bəli, Ford Fusion'dir, 2014-cü ildir. Win 15 gedir, ağ mirvari rəngdədir. Karovka motor hamısı ideal vəziyyətdədir, altın təkərlərlə kimi hamısı təzədir. Qiyməti 16500 manata deyirəm. Nə Real vaxtdan alıcı olsa, sizdədir? 2 ildir mən idarə edirəm bunu. İndi kimə qismət olsa, yəni sərgəli maşındır, xanımlara və bəylərə ideal maşındır. Real alıcıya da qiymətdə endirim eləyərik. 2 ildir sizdədir. Alandan sonra xərcləriniz nə oldu? Xərclərim yağdır, belə şeylərdə. Yəni maşına nə ehtiyacdır onlara çəkilir. Yağı dəyişilir, Sənədi rakota nədir? dəyişilir. Sənədi. Aformut etibarnamə. Yox, aformutdur adım. Öz adınıza aformut olmuş maşın. Sənədlər qaydasındadırmı? Hamısı qaydasında sərgəli vəziyyətdədir. Aha. Mühərrik də deyirsiniz 1.5-dir, 1.5 benzindir. turbodur, bəli. Necədir Yanacaq mühərriki? sərfiyyəti də 8-9 yandırır. Aha. 160 min mildir, səhv eləmirəmsə. 230 min kilometr eləyir o da.
230 belə eləyir. Mühərrikdə yağ azaltmadır, Yox, səsdir. heç nə yoxdur. Harda istəyirsiniz yoxlatdıra bilərik. Bu turboların özünün adətidir, biraz yağ azaltması eləyir. Yox, heç nə yoxdur. Harda ürəksiz yoxlada bilərik. Problemdə qarşılayıram, problemsiz. Qəşəng. Yəni Avtomat vəziyyətdədir. karabkadır, Avtomat gecikmə karabkadır, vurma. Gecikmə vurma. Heç nə yoxdur. Karabkanın yağı da dəyişilib. Motor da sərgəli vəziyyətdədir. Ön çəkirdə bunlarda. Ön çəkirdə qranatlar ön var. çəkir, hamısı qabaqda. Necədir qranatların səsi ki Əla, yoxdur? hamısı Peradok yaxşıdır hamısı ümumilikdə. yığılmış vəziyyətdədir. Yığdırıb gətirmişəm bazara. Təkərlər zəifləməyib ki. Yox, hamısını bir ayda almışam təkərləri. Təkərləri eləmi? Razvazlar, balanslar hamısı qaydasındadır. Çirkildir deyə dəqiq görə bilmirəm. Altı yaxşıdır, çürüyüb, pası yoxdur polunda. Yox, yox, qaldıraq hara üstüsü baxa, problem yoxdur. Dəyişiləni yoxdur. Dəyişilən qabaq bu Ferzədə ilə gəlib də vinində çıxır. Amerikadan gəlmə Bəli, maşınıdır. bəli, Amerikadan gəlmə maşınıdır. Kraska necə? Kraska dəyən yeri yoxdur. Zavod kraskası. Zavad öz kraskadır. Ağmir var idi. Şüşələr yaxşıdırmı? Şüşələr də Qırıqçat yaxşıdır. yoxdur şüşələrində. Yox, heç nə yox. Dördü də düymə ilə qalxıb gedir. Full versiyası da səhv eləmirəm. Bir dənə look. Tam deyil amma orta. Bir dənə luku yoxdur, Bir dənə o luku maşının. yoxdur. Qalan hamısı komfort gedir, eləmi? Üstü təmiz, oturacaqlarda bir yerdə zədə görürəm. Eləmi? Sürücü tərəfdə zədə görürəm, çatlar. Sürücü tərəfdə biraz çatlar var. Qızdırıcıdır, soyuducu da hamısı istəyək vəziyyətdədir. Kondisioner yaxşı işləyir deyirsən. Kondisioner də işləyir, hər şey də işləyir. Maşınımız funksional maşındır. Əlavədə kim nəsə soruşmaq istəsə sizinlə əlaqə saxlaya bilər, eləmi? Bəli, bəli. Nömrəmi deyə bilərəm. Deyin, nömrənizi də deyin. 051 280 39 29. Adım da Muraddır. Hansı rayondasınız? Ağcabədi. Qiyməti Ağcabədi də- Bakı. Qiyməti neçə dedik? 16500. Real alıcıya da endirim eləyərik cüzi. Endirim nə qədər təxmini? Endirim 16 sonu. Uğurlar qardaşım. Çox sağ olun, minnətdaram. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ olun, var olun. İzləyicilər çox deyir ki, ucuz maşınlar çəkin. Bilmirəm, hələ maşınımızın qiymətindən xəbərim yoxdur. 94-ün 2.8 sadə motor, C-klass. bəli, çeşkası, onun avtomat karovka, start stop, podyomlik, lükuna qədər podyomlik, şekorovka ilə hamısı işdə vəziyyətdə. 5000-ə deyirik, real alıcıya endirim eləyəcək. 5000-ə. Bazara hər rənə görə 5000-ə maşın var. Bir dənə problem maşında gördüyünüz qabaq bu verin çatıdır, Aha. yüngül kosmetikdir. Bir də karovkasında geyişmədir. İstəsə özümüz düzəld verərik, istəsə yəni 150 manat xərci var, onu da özü verərik gözləyir. Maşınımız gördüyünüz kimi göz qabağındadır. Ondan başqa hər bir şey işləkdir, başımıza cavabdır. Motoru 1.8-dir. 2.8 sadə motor. 2.8. 2.8 sadə motor, 100-ə 9-10 litr trasda işlədir. Araqda istər-istəməz biraz artıq işlədir. Motor biraz böyükdür amma. 2.8 olsa da 1.8 kimi boğulmur da, hər tərəfə xeyirdir. Yağ azaltması səsi. Yağ azaltması Heç səsi. nə, heç nə, nə yağ azaltması var, nə su ilə deyil, antivirusla da geçək. Hamısı da işlək Xərcləri vəziyyətdir. çoxdurmu bu motorun? Bunların belə hələlik 6-7 aydır bizdə də hələ xərc qoymamışıq. Sənəd aformutlu etibarnamədir. Generalla etibarnamədir. Sənədlər qaydasında Hər şey öz qaydada, texnik baxış, sigorta, hamısının vaxtında 6 aydan çox var. Korobkasını düzəltmək lazımdırmı, yoxsa düzəltməsə? Korobkası belə yəni gedir, sürülür. Yolda qoymaz ki. Yox, yox, elə 5-6 aydır biz elə alandan belə də sürürük, üstə də göstərmişik. 150 manat üstə ayarımızda zadlı bir yerdə pul istədir. Difer necədir bəs? Difer ürəyən istəyən, motor ürəyən istəyən, xadava ürəyən istəyən, hər bir şeyinə cavab deyir. Altında çürük var. Qramda, üstü nətəri, burası nətəri gözü, üstündə də gözü, altında onu. Poldası təmizdir. Bəli, bəli. Qaldırıb yağmada alan adam da baxacaqdır. Maşın Maşın səs-küyü necə? ürəyən istəyən, hamısına cavab deyir. Daşkəsəli yolda səslənmir. Heç qramda. Təkərlərdə deyirsiniz Hə, təzədir. təkərlərdə təzə deyəndə yarım oradan artıqdır. Xeylax gedər də bir para gedər. Motorumdur, xadavoyumdur, mostudur. Ürəyən istəyən, kraska da normaldır göz qabağında. Dəyişilən yerini bilmirsiniz, qapı, kapot. Bizdə yox, bizdə dəyişmir. Bizdən qabaq yalan deyirəm. Bizdən yəni dəyişir. Luk da açıqdır, işləyir. Hə, luku da pultdan kropkaya Su buraxmır işləyir. ki içəri. Yox, yox, qramda. Şüşələri təmizdir. Şüşələrdə qırıq-çat yoxdur. Yox, yox, heç nə. Dördündə də düymə görürəm. Hə, dördündə də podyomlik. İşləyirlər. Bəli, bəli, hamısı da işləyir. Şitin yoxdur ki, qırıq. Yox, şitdə 1 qramda yoxdur. Aha. Maşın da İçəridə- Gəncə şəhərində yerləşir. Bir dənə oturacaqlarında Hə, bir dənə oturacağın bu sürücü tərəfdədir. Hə, bir dənə onda cırığı var. Ayrı heç Parça eləsin. salondur. Abufkalar da gördüyünüz kimi içində təptəzə, hamısı. Kondisioneri demədik, yoxdur kondisioner. Yox, kondisioner yoxdur. Kondisioner Yalan yoxdur. haramdır. Kondisioner yoxdur.
Yəni Maşınızın real bircə dənə bugünkü günə olan problemi korobkadır. bəli, bir dənə karobkada bir də bu feri göründən o çatıdır, onu remont edib. O da gözəlləşdirmək üçün kimsə Hə, şey, yəni klaska ehtiyac deyil. Bir dənə o bu feri eləyəcək, все ayrı heç bir şey. Qiymətini də 5-ə deyirsiniz, 5-ə endirim deyir, eləyərsiniz. real alıcıya bir 200-300 keçərik. 500 manat endirim eləmək olmaz. 4500. Real alıcı olsa eləmək olar. Bazarı gəzmisinizmi? Bu qiymətə nə maşınlar var? Bu qiymət Allah ki, mən 01-06 axtarıb tapmışam. 07 yoxdur bu qiymətdə. Yox, yox. Olan 07-lərdə çox köynə. 07 2008-in 2009-un 07-ləri 6-7 mindən vurulur. Bəlkə deyirəm bu maşının ustasında problem olur, ehtiyat Yox. hissələrində problem olur. Ehtiyat hissələrdə, Bərdə rayonunda, Ağdam 4 yolunda da, Gəncənin özündə də. Yox, qiyməti baha deyil ki. Yox, ehtiyat qəşəng, hissələrində. ucuz. Sadəcə bizim bunu satmaq məqsədimiz Xalamoğlu Anamada işləyir, Kəlbəcərdə. Allah korusun. Çox sağ ol. Ora Niva, bax onu Latokya salıb orada qırıb kanala. Niva almağa görə. Hündür maşın istəyir. Bəli, hündür maşın. Barter eləsələr necə? Elə sonra dəyərindəki olan Niva ilə dəyişmək olar. Hə, nə pul vermək, nə pul almaq Hə, yəni istəmirsiniz. başa, yəni imkan Pul yox. yoxdur vermək. Bəli, bəli, yox. Yalan haram. Əlaqə nömrənizi deyin. Əlaqə nömrən deyil? 50 050 355 13 04 355 13 04. Maşın da Gəncə şəhəri. Bəli, Gəncə şəhərindədir. Uğurlar arzu edirəm. Çox sağ olun, var olun. Allah razı Siz də olsun, sağ olun. minnətdarım. Təşəkkürlər. Qardaşlar, xoş gördük sizi Bərdə maşın bazarında. Allah canınızı sağ eləsin. Mercedes C-Class. C-Class 1.8 motordur. Buyurun, buyurun. Ondan sonra udarı yoxdur. İli neçədir? İli 96. Nə vaxtdan sizdədir? Bir 7-8 ay olar. Aformut etibarnamə. Etibarnamədir, generalində vermişdim. Sənədlər necə? Sənədlər tam qaydasında. Maşında problem yoxdur. Real alıcılara endirimimiz olacaq. Problemin pulu çıxılır, əgər tapılsa. Qiymətdə 7500 deyirik. Alandan sonra xərciniz olub? Alandan sonra xərc yox. Elə Heç nə eləməmisiz. Yəni Yağın dəyiş- vəziyyətdə. benzini töksür. Motor 1.8-dir. 1.8 motor, bəli. 525 mində göstəricisi. Göstəricisi var, orijinal. Motor yəqin ki, əvvəllər yığılmış olar. Yox, onu dəqiq bilmirik, amma inanma. Bunlarda problem olmur axı 1.8-lərdə. Yağ azaltması nə qədərdir? Heç nə yoxdur. Səsi də Var yaxşıdır. Yox, problemi yoxdur. Səs yaxşımı? Yaxşıdır, narahatçılığı yox. Korobkası necə? Atma yoxdur. Avtomat korobkadır. Avtomat korobka. Gecikməsi, vurması. Yoxdur, yoxdur. Var mı? Yox. Diferdə səs necə? Problem yoxdur. Diferdə yaxşıdır. Altında zədə yoxdur. Baxmamısınız. Çürüyüb, pası. İştəyirsən qardaş bax. Qardaş mənə kimi heç maşının altına baxmır. Peradokun səsi küyü necədir? Top kimi. Təkərlər yaxşıdır təkərlər. Təkərlər yaxşıdır, hə. Təkərlər normaldır. Hələ Maşınızın gedər. dəyişiləni, qapı, krel, kapot. Nəsə varmı? Valla bizdə dəyişilməyib, bizdən qabaq Şübhələndiyiniz yerdə yoxdur. Yox. Elə Kosmetik işlər- udar yoxdur əsas odur. Elə belə yüngül var. Kosmetik işləri hə, yüngülyaraq var. Maşınımızın ön alın şüşəsində alt hissədə boyha-boydur çatı. Amma elə belə meşatçılıq eləyən bir Yox, yer heç bir problem yaratmır. Heç nə deməzlər ona, hə? Yox, yox, yox. Dəyişsə daha yaxşı olar indi imkan olarsa. Hə da indi inşallah. Yan aynalar düymə ilə gördüm. İki qabaqlar işləyir. İki qabaqlardadır. Oturacaqlarda da sürücü tərəfdə süzülmələr var. Yüngül. İştin üstü təmiz idi. Maşınımız belə də normal maşındır. Qiyməti Normal maşın. 7500 deyirik. Konsener də işləyir, pets də işləyir. Luk da var hətta. Luku da var. 7500. Bəli, 7500 deyirik. Endirim olacaq real 7000-ə alıcı. verək keçsin bunu, 7000. Qoy 7 kişini Allah xeyir versin. 7 Yəni problem olsa o 7 2-dən də çıxacaq. İndi danışsınlar da ola bilər ki, biraz da sizi yumşaltdılar, olar Niyə mı? olar? Niyə olmur? Hansı rayondasınız? Ucar, ucar. Əlaqə nömrəsini deyin. 050 Aha. 999 89 88. Oradan nömrəyə də əlaqə saxlaya bilərlər. Deməli 051 345 50 50. Uğurlar arzu edirəm qardaşlar. Allah canınızı sizə. sağ eləsin. Siz də sağ olun. Xeyirli olsun qardaş. Sağ ol, sağ ol. Maşınımız C-Class. Seçkalı 2000-ci ildir. Polnu fulldur. İl neçədir? 2000-ci. 2000-ci ilin maşını. Çoxdan işlədirsiniz? Olar hə. Deyirəm görüm xətt çəkmisiniz maşınımıza. Ha, çəkmişəm. Periodokdur, motorun yağıdır, karabkanın yağıdır, silinyadır. Sənədi nədir? Aformut etibarnamə. Öz adıma da. Öz adınız olan maşın. Öz maşınım. Hə, mühərrik 1.8, 2 motordur. 2 motor, Hə. benzin. Benzindir. Hə. Sadə olunmu yoxsa bunlar da 2 turbodur. necədir? Yağ azaltması, səsi? Yox, heç nə qeyri-mümkün. Maşınımız yürüyüşdə nə qədər idi? 400 min. 400 mini keçibdi. Hə.
Motor yaxşı. Korobkası İdeal vəziyyətdədir. Hər şey ideal. avtomat korobka. Bəli, bəli. Gecikmə vurma yoxdur Xeyr, ki. xeyr. Diferin səsi necə? Səs yox. Altında çürük pas var. Xeyr. Heç olmayıb yoxsa olan açıq? Olmuyor. Altı təmiz. Bəli. Perodokda necə? İdeal vəziyyətdədir. Daşkəsəli yolda səs eləmir ki. Yox, heç nə. Təkərlər zəifləməyib ki. Xeyr, xeyr. Yaxşıdır. Bəli, normaldır. Aha. Maşınımızın dəyişilən. Heç nə yox. Zavodskoy nəticə özündür. Kraskadakı yəqin vurulmuş olar kaskası. Oradan buradan uzbor kraskalanmışdı. Hətta zavod kraskasında Bəli, var. bəli. Aa, nə gözəl. Kosmetik işi yoxdur elə biləm. Xeyr, hamısı ideal vəziyyətdədir. Şüşələr necə? Qırıq çatı yoxdur ki aynalarında. Yox. Dördü də düymə ilə Bəli, bəli. işləyirlər. Hamısı da şişir. Lükü də Şüşə var. də yoxdur. Hə, lük Xeyr. da açıqdır. Lükü də Şüşə var, hamısı. təmizdir elə biləm. Dəri salon mu? Bəli, bəli. Koji salon. Oturacaqlar düymə ilə dairə Bəli, olur bəli, yoxsa? bəli, bəli. Düymə. Ha. Maşınımız full versiya gedir də. Bəli, full mu fulldur? Konservli, lükü. Konserdə Hər yaxşı şey var. soydu. Hə, hə. Qiyməti neçə deyirsiniz? 12500 deyirəm. 12500. Endirim var. Alan adama razılaşaram, endirim eləyərəm. Başqa çeşkalar çəkmişəm, onlar biraz ucuz deyirlər. İdeal vəziyyətdə ona görə. Ona görədir. Hə. Görmək istəyən hara gəlsin? Hansı rayonda? Bərdə rayonuna gəlsin. Əlaqə nömrəsi deyə bilərsinizmi? Bəli, bəli deyərəm. Deyin. 050 898 0003. Uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ olun. Chevrolet Niva. Bəli, 2010 Bes kraska. Krloda bir də qapıda yüngül kraskası var. Qalan yer Bes kraska. 2010-dan da özünləri zavod kitabçası da görə bilərsiniz ordadır. Allah yaxşı. Ötən Kondisionerlə. çəkilişlərimizin birində izləyicilərdən yazan var idi ki, Chevrolet Niva çəkin bizim üçün. Elə bilən bazarda başqası varmı yoxsa yoxdur? Görməmişəm. Görməmisiniz ki? Yox, yox. Təsadüfən olan maşınlardır bunlar. Elə çox deyirlər. Sağ olsun qardaşımız icazə verdi çəkilişə. Qardaşım buyur. Necə maşındır? Kimlərə məsləhət Zavodskoy görərsiniz? maşındır. Əsas dağ bayrağı yerinə sürən insanlara məsləhət görürəm. Razıtqaların hamısı işləyir. 357 min Bəli, yürüyüş. 157 min Bakı ancaq asfalt üstündən düşməyib yerə bu maşın. Yəni dağda dərə sürmüş maşınlardan deyil. Məsləhətli maşındır. 2010-dan zavoddan özümüzdədir. Kitabçası da ordadır. Birbaşa özünüzün maşınınızdır bu. Zavoddan Sıfırdan özünüzdə olan sıfırdan maşın. özümüzdə Ha, olub. nə gözəl. Ha, sıfırdan özümüzdə olub. Belə maşınlar tək-tək tapılır Bəli, ki, bəli. Açın dənə zavod, İlk öncədən zavod sizdə salonunu olur. görürsünüz. Cırıq yox, sökük yox. Yəni çapılmış maşınlardan deyil. İdeal bir vəziyyətdədir. maşınınızın sənədləri qaydasındadır Hər mı? bir şey. 1 illik Davernus, texniki baxış, sığorta hamısı öz qaydasında. Maşınınızın mühərrikini yığdırmadınız. Xeyr, maşının mühərriki, yəni hal-hazırda ideal bir vəziyyətdədir. Yağ yeməsi yox. Yəni səssiz, küysüz motordur. İstəsəz xodlaya 213 yazılı, nə yazılı bunların üzərinə? Eləmi? 1.7 motor olur bunlar. Maşınınızın mühərriki yaxşı. Heç Hər yığılmayıb bir şey. deyirsiniz. Xeyr, motor yığılmır. Yağ azaltma yox. Xeyr, heç bir şey yox. Səsi də yaxşı. Bəli. İstəsəz xodlaya da bilərəm. Kondisioner yaxşı işləyirmi? Bəli, kondisioner hər şey öz qaydasındadır. Nə qədər yanacaq yandırır? Bunlar trasda 7, 8, 9 sürüşdən asılıdır. Kondisionerdən amma biraz çox yandırar. Kondisioner əlbəttə ki, çox yandırar. Ən azından Livo bir maşında 1 litr, litrə yarım fərq eləyir. Mexanik oldu da bunlarda Bəli, korobkası. mexanikadır, bəli. Razı Korobkada problem yoxdur. Xeyr, hamısı öz qaydasındadır. Korobkadır, difirdir, hamısı öz qaydasında. Boşalaşdırmada hazır vəziyyətdədir. İstədiyin vaxt Hal-hazırda boşursan. ürəyin istəyən vaxtı boş, problem deyil. Diferlər necədir? Difirlər hamısı öz 2 qaydasında. dənə də arxa ön ikisi də diferdir. Səs yoxdur ki. Xeyr. Yüksək sürətdə drajeniya necə? Xeyr. Stres 130, yoxdur. 140, 150 sürürəm, yəni heç bir problem yoxdur. Altı yaxşıdır, çürüyüb pası Xeyr, harasa elə bir şey- zədələnə. Bir dənə bu Krloda sürtü yolu yüngülvari qapıya kimi. Yəni o da maşının demək olar ki 80%, 85% bes kraskadır. Zavoddan gələn öz kraskasıdır. Dəyişən detal yoxdur. Xeyr, öz zavod nədə olur? Təkərlər də yaxşıdırmı? Normal vəziyyətdədir. Təkərlər də pis deyil. Maşının kosmetik işi var yoxsa? Mənim üçün önəmli deyil bu dəqiqə onun kosmetikası. Kimsə gözəlləşdirmək Kimsə istəyirsə- gözəlləşdirmək istəyərsə, bəli, öz zövqünə uyğun. Amma hal-hazırda kosmetikaya ehtiyacı yoxdur. Ön alın şüşəsində çatı var. Bəli, ortadandır. çatı var, bəli. Aha. O da yəni görüntünü məhdudlaşdırmır.
Başa Qısa. düşdüm. Hə. Şit necədir? Şitdə Şit qırıqçat əla. yoxdur. Baxa bilərsiniz. Şit də yaxşıdır. Çəkilişdə çəkin. Yan aynaların düymə ilə mi qalxır yoxsa düymə ilə. önlər? Bəli, bəli. Önlər düymə ilədir. Şüşələr də podyomdur. Oturacaqlarda zədə yoxdur. Oturacaqlar hamısı Cırıq zavoddan sökük necə yoxdur gəlib elədir. Sizə çəkə bilərsiniz. Aha, göstərir indi görür izləyicilərimiz. Bəli. Maşınımız belə də normal maşındır. 2010-undur. 11 Qiymətini alışdı. dedik. Özümüz almışıq. 11-də almısınız. Hə, Qiymətini də 8900 deyirəm. Real alıcı ilə real razılaşmaq olar. 8900-ə deyirsiniz. Nə qədər endirim eləyək? Real müştəri ilə yanında, yəni 500-600 endirim eləyə bilərik. yox. O qədər 500-600 getməyək. 400 zat, yəni real 300-400. Əsas o da əlaqə saxlasınlar sizlə. Bəli, Hansı bəli. rayondasınız? Cəbrayıl rayon Bilasvar qəsəbəsi. Əlaqə nömrəsini deyin. 050 400 97 74. Uğurlar arzu edirəm Çox qardaş. sağ ol. Siz Sağ ol. də sağ olun. Xeyirli olsun qardaş. Sağ ol. Allah Toyota. Toyota Corolla 1.4 Corolla. turbo. Buyurun, məlumat verin bir də necə maşın? Məlumat verim. 2007 Polno fulldur. Sirena qızdırıcısından belə var. 4 dənə təzə təkər alınıb maşının altına. Akkumulyator təzə, farsonkalarında bir dənə problem yoxdur. Nə vaxtdan sizdədir maşın? 1 il müddət olar. Sənədi aformut etibarnamə. General Davenusun 1 illik. Vaxtına varmı? Vaxtına 11 ay var hələ. Təzədən aldım. İkincisini almısınız. İkincisini aldım. Öz sahibini tapıb yenidən vermək olur mu Niyə yoxsa? o vermiyor olur? Ha, nə gözəl. Sənədlər qaydasında Sənədləri qaydasında motor nömrəsi T-pastorda yazılıdır. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdiniz? Alandan sonra bu maşının 4 dənə təzə təkər almışam. Akkumulyator almışam. Motoruna heç Motorunda heç bir çıxart da olsun problem yoxdur yəni. Maşınımız da 340 min səhv eləmirəmsə 340 min, bəli. Kilometrləndir yoxsa minləndir? Amerikankadır yoxsa Avropakadır mı? Amerikanka. Ha, bəlkə də minləndir, hə? Hə. Yoxsa? Minlə. Maşınımızın mühərriki də deyirsiz 1.4 1.4 benzindir, turbo, yoxsa benzin yox. 1.4 turbo dizel. turbo dizel mühərrikdir, hə. Mühərrik yaxşıdırmı? Mühərriki super. Yağ azaltması varmı? Yoxdur, qəti. Ha, İndi hazırda xoddadır, hə? Bəli. Bura biraz səsli yerdir, amma elə bilirəm səsi normaldır. Səsi normaldır. Zapravkaya gedəndə elə bilirlər, deyirlər ki, benzindir, dizel, soruşurlar məndən. Korobkası mexanikadır. Mexanika Önə korobkasıdır, beş. 5 korobkadır. Önə 5, hə? Bəli, 5. Hə. Problemi yoxdur ki, korobkanın. Yoxdur problemi. Ön çəkən maşındır. Bəli, bəli. Peredokda səs, küy. Peredokda səs-küy yoxdur. Yüngülvarı qranatında səs var. O da ki, pulundan çıxılacaq da. Ha, birindədirmi yoxsa hamısındadır görsən? Birində iç qranat, sağ iç qranat. Təkərlər də ki, təzədir. 4 dənə təzə təkərdə altındadır. Dal, qabaq, salon, kamera var, kamera sistemi var. Aha, video qeydiyyat. Video qeydiyyat var yanım. Dəyişilən nəsə varmı? Dəyişilən detal yoxdur. Xeyr. Kosmetik işi. Kraska vurulmuş olar. Kraska vurulub, dəyişilən detal yoxdur maşın. Aha, kosmetik işi hazırda yoxdur elə bilirəm. Xeyr. Yoxsa var zədə? Yox. Zədə yoxdur ki, yoxdur. Aynalar necədir? Şüşələrdə qırıq-çat yoxdur ki? Yox, qırıq çat heç harda yoxdur. Polnofo 2007 maşındır. Aha, şiti də yaxşıdır elə bilirəm. Bəli, bəli. Salonda Monitor super qoyulub vəziyyətdə, sonradan. monitor qoyulub sonradan. Parça salondur. Parça salon. Sirena Sirena qızdırıcısı da var. Sirena qızdırıcı da var. Oturacaqlar təmizdirmi? Bəli, bəli. Oturacaqlar da yaxşı. Maşınımız normal maşındır. Bəli. Qiyməti neçə deyirik? 12 min. 12 minə deyirik. Nə qədər endirim eləyək? 600 manat endirim eləmək olar? Eləyək. Biz təklif eləyirik, ha, məcbur eləmirik. Eləyək də. Hansı rayondasınız? Ucar rayonu. Əlaqə nömrəsi? 050 436 36 76. Uğurlar qardaş. Çox sağ ol. Siz də sağ olun. Alana da satana da xeyirli olsun. Amin. Xeyirli olsun qardaşım. Çox sağ ol. Maşınımız Hyundai i30. i30. Buyurun, məlumat verin. Bilək necə maşındır? İli 2008 1.6 turbo dizel, full salon, servisdir. Silenya qızdırıcı, soyuducu, lüko, kondisioneri, hər şeydə işlək. Təzə təkərləri, hamısı. Nə vaxtdan sizinkidir maşın? Hardasa bir 2 aya yaxındır. Nə tüz satırsınız? Yəni biraz Alverinə mi başlamısınız? Yox, yox. Xərcləri mi çox oldu? Yox, biraz problemlər var ona görə yəni. Hə. Maşının özündə yoxdur ki problem? Xeyr, xeyr. Hə, inşallah düzələr sizin Sağ ol, probleminizdə. çox sağ ol. Sənədi nədir? Aformut etibarnamə. Yox, etibarnamədir. Sənədləri qaydasında da. Bəli, bəli, hamısı. Alandan sonra nəsə xərciniz oldu mu? Nəsə düzəltdirdinizmi maşınınıza? Təkərlərini dəyişdim. Bir də xadavoyunu yığdırdım. Motorun yağı zadı hamısında. Yəni demək olar ki, gəzdirmişəm. Maşında demək olar ki, heç bir problem yoxdur. Bu motorun kubu dediniz neçədir? 1.6 turbo dizel. Aha, dizel mühərrik. Bəli. Nə qədər yandırır? Trasta 4-5 litr.
Maşınımız da 270 min. Nə qədər idi sürülməsi? 200 neçə min idi. 220 min. Mühərrik bilmədiniz, açılıb, yığılıb, Mühərrik super vəziyyətdədir, ideal vəziyyətdədir. yağ azaltma, səs Xeyr, yoxdur. heç nə, xeyr. Korobkası avtomat korobka. Bəli, bəli. Gecikmə, vurma, Heç nə, xeyr. ön çəkir. Bəli, bəli. Peredokda vəziyyət necə? Super vəziyyətdə. Qranatlarda səs-küy yoxdur ki? Xeyr, xeyr. Təkərlərdə də 4-ü də eynidir, yoxsa fərqlidirlər? Yox, qabaq təkərləri 3 gündə almışam, təzədir. Aha. Arxa təkərlər hardasa olar bir 4-5 ay təkərləridir. Amma qabaqlar 3 gündə almışam. Qabaqlar görürəm daha yaxşıdır. Bəli, qabaqlar 3 günün təkərləridir. Altından baxmamısınız, necədir? İdeal. Zədəsi yoxdur, Xeyr, çürüyüb, pası, harası Xeyr. deyə dağıla. Xeyr, xeyr. Dəyişilənlərini də deyin. Dəyişilən detalı yoxdur, amma kraska dən yeri var da indi. Hətta zavod kraskası var deyirsiniz. Bəli, eləmi? bəli. İl neçə idi? 2008. 2008-in maşını. Bəli. Ağ maşında ola bilər solmasın. Bəli, bəli. Kosmetik işləri yoxdur ki hazırda. Demək olar ki, yoxdur. Elə gözümə dəymir mənim də, bəlkə də hardasa var imiş. İndi Ön alın şüşəsində bir dənə hörümçəyə bənzəyən nə deyək ona? hə, Bir o dənə çatdı. şüşədə ön alın şüşədə bir çat var hə. O da yəni elə düzdür, yəni şiti təmiz. bəli, bəli. Yan aynalar 4-ü də düymə. Bəli, bəli. İşləyirlərmi? Knopka ilə bəli, hamısı. Kondisionerdə işləyərmi? Bəli, bəli. Servisdir bu. Tam full. Oturacaqlar, dəri salon. Bəli, belə? bəli. Sidenlə qızdırıcı, soyuducu, lüku, hər şeydə yəni. Maşın gözəl. servisdir. Full versiya gedir. Bəli, bəli, tam fulldur, bəli. Qiyməti də ki, neçədir? 14800-ə deyirəm. 14800. Baha deyil ki. Yox, yox. Endirim eləyəkmi? Endirim eləyərik. 14800 deyirsiniz hələ. Bəli, Hətta 14 15 minə yaxın deyil bu. 14-ün özünə vermək olar. Razılaşmaq olar. Bilmirəm indi. Bəlkə də bu maşınlar dəyərli maşınlar. İzləyicilər Bəli, bəli. özləri indi yazacaqlar. Görə qiymətini düz deyirik yoxsa? Yox, qiyməti hələ mən aşağı deyirəm. Elə. Bəli, bəli. 100%. Qapılar da düymə ilə bağlanır Bəli, hətta. bəli. Asassız daxil olmaz hər şey. Əlaqə nömrəsini deyin. 070 632 32 37. Allah xeyir versin. Hansı rayondasınız? Naftalan şəhəri. Xeyir olsun. Çox sağ ol, Sağ ol. Sağ ol.